Salam. Bugün mən sizə Premium El mağazasından aldığım məhsulları göstərəcəm. Qeyd edirəm ki, bu reklam xarakteri daşımır. Sadəcə özüm üçün aldığım hər hansı bir vasitələri, yaxud da zəhm çaldıqları sizlə bölüşürəm. Aldıqlarımın içində paketdir. 80 qəpik almışdım paketi. Bu hədiyyəli paket olacaq. Çünki mən onun içinə bir-birindən belə gözəl, sevimli belə fincanlar qoyacağam. Fincanları göstərim sizə. Belə bir bunların başlarında, qapağın hissəsində belə bir bunu içinə salmaq lazımdır. Və balaca bir belə qaşıqları da var. Belə içinə bir naborlar götürmüşəm. İndi digərlərini də göstərərəm sizlə. Düşünürəm ki, bu funksionaldır və hər gün istifadə üçün uyğundur. Hədiyyəlik qismində isə məncə maraqlıdır. Çünki hər bir kəs mütləq şəkildə evində bundan belə bir stakanlardan istifadə edir. Əlimə yaxın düşdü. Belə bir özüm üçün qutu almışam. 3 manat 50 qəpiyə qiymətdə var üzərində. Məncə çox sevimlidir. Bunu düşünürəm ki, orqanayzer kimi özüm üçün istifadə edəcəm. Qızım üçün isə kiçicik belənçinə eyni boyda qutudur. Bu qutu isə 3 manatadır. Dinozavrlı. Xoşlayır dinozavrlı. İçinə başqa bir şeylərə bunu qoyan içərsiniz. Resepsiyonda içinə doldurublar. Resepsiyon deyirəm. Kassada içinə yığıblar bu detalları. Bunlar akrillərdir. Rəssamlıq ləvazimatlarıdır. Sirbrüsdür, boz rəngində. Rəngləri çox maraqlı görsənir. Rəngi çox qəşəngdir. Həmçinin də ağ rəngdə quaşlar, plastilin, ağ və qara rəngdə 2.90 almışam. Mən bilmirdim ki, bu boyda plastilinlərdən yəni satırlar orada. Orada baxanda gördüm. Ağ qara həmişə mütəmadi olaraq istifadə olunur və yağlı boya üçün istifadə olunan lak damar. Bunu 10 manat aldım. Üstünə tüsenkası qiyməti yazılmayıb, amma 10 manat almışam bunu. Dediyim kimi, bu da 3 manatadır. Amma hərçənd ki, mənim o birisi aldığım onu 3.50 almışam. Yəni 50 qəpik fərq var. Məncə ölçülərindədir. Yəni tutum müqayisə edin bunları. Ölçülərindədir. Bu nisbətən balacadır, bu isə böyüdür. Çox maraqlı, şirindir. İndi digərlərini göstərim. Nələr var burada bizdə? Bizdə belə bir quaş var. Rəssamlıq üçün istifadə etmək üçün sulu boya. Yəni sulu boya deyəndə ki, bunlar da su ilə istifadə olunur, amma sulu boya deyil. Yəni bunlar quaşdır. Daha qatı konsistensiyalı olan bir vasitələrdir. Yəni bilənlər bilir, bilməyənlər üçünsə hamı bunu bilmə məcburiyyətində deyil. Elə insanlar var ki, onlar bilmirlər. Belə bir növbəti çaşqamızdır. Bunlar isə Powerpuff. İçində belə personajları da var. Bunlar isə qızlar üçündür. Bunun üzərinə yapışdırılacaq. Həmçində qaşığı ilə bir yerdə düşünürəm ki, maraqlı olar. Hamı istifadə edə biləcəyi bir şeydir. Çünki çox vaxt alanda hədiyyə bilmirsən nə alarsan. Amma elə bir şey olanda ki, mütləq şəkildə hamı yemək yeyir, hamı çay içir, su içir, kompot içir. Hamıya yararlı ola biləcək. Digəri isə, içi boşdur, içi boşaldı artıq. Sonuncu naborumuz isə budur. Nabor deyəndə ki, stakanlar. Növbəti isə budur. Deyəsə, naxışlarını eyni almışıq. Yoxsa fərqlidir. Yəni, fikir verin. Deyəsə, şəkilləri eyni şəkillidir. Belə, mən elə bilirdim, fərqli götürmüşəm sözün düzü. Belə. İçindəki oyuncaqları da. Ümid edirəm sizin üçün maraqlı olar. Kanalıma gəldiyiniz üçün, baxdığınız üçün təşəkkür edirəm. Əgərləri nəsə bir məni yönləndirməniz olsa, xüsusi bir ki, bunlardan çək, bunlar daha maraqlı olar, yəni necəsə, mən buna hazıram. Videolar da keyfiyyətsiz ola bilir, mən bilirəm, amma sadəcə düşünün ki, yəni bu mən yeni çəkirəm. Hələ ki, bəzi şeyləri tutuzdura bilmirəm ki, tam olaraq necə çəkəndə daha qəşəng düşəcək, daha keyfiyyətli düşəcək. Ona görə belə olur. Ümid edirəm əfv ola. Çalışacağım bunun üzərində işləyim. Təşəkkürlər, sağ olun.